Salam, siz startdasınız. 70 kiloqram çəkidə çıxış edən Azərbaycan boksçusu Nəbi İskəndərov Braziliyanın Foz do Iguaçu şəhərində keçirilən Dünya Kubokunda növbəti qələbəsini qazanıb. Millimizin üzvü 8-də 1 finalda Tacikistanlı Muradcan Aşurayevlə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5-0 hesabı ilə qalib gəlib. Nəbi İskəndərov sabah 4-də 1 finalda Qazaxıstanlı Fərrux Toxtaşınovla gücünü yoxlayacaq. Qeyd edək ki, Dünya Kubokunda İskəndərov millimizin 4-də 1 finalda mübarizə aparacaq 4-cü boksçusu olub. Daha bir idmançımız isə vəsqə üçün bugün ringə çıxacaq. Barselonada ciddilik baş verib. Belə ki, komandanın ulduz futbolçusu Lamin Yamal zədələnib. Bu barədə Mundo Deportivo nəşri məlumat yayıb. Hücumçu La Liqanın 33-cü turu çərçivəsində Celta ilə maçda sıradan çıxıb. O, penalti zərbəsini yerinə yetirdikdən sonra yerə yıxılıb. Bir müddət ayağa qalxa bilməyən Yamal nəticədə əvəzlənib. İlkin müayinələrə görə Laminin arxa bud əzələsində yırtıq yaranıb. Bu məlumat təsdiqlənərsə ulduz futbolçu mövsümün qalan hissəsi və dünya çempionatının ilk oyunlarını buraxmalı olacaq. Onun durumu ilə bağlı isə hələ ki rəsmi məlumat yoxdur. Qeyd edək ki, görüş Barselonanın 1-0 hesablı qələbəsi ilə nəticələnib. Maçda yeganə qolu məhz Yamal vurub. Chelsea baş məşqçisi Leon Rosenier ilə bağlı qərar verib. Zadəganlar İngiltərəli mütəxəssislə yollarını ayırıb. Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belə ki, Rosenier uğursuz nəticələrə görə istifaya göndərilib. 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, Liam Rosenier yanvarda Chelsea-nin baş məşqçisi vəzifəsinə təyin olunmuşdur. Komanda onun rəhbərliyi altında çıxış etdiyi 23 rəsmi maçda 11 qələbə qazanıb 2 heç-heçə edib 10 dəfə meydandan məğlub ayrılıb. İndi isə keçək günün ən maraqlı qarşılaşmalarına. Bugün Almaniya Kubokunda növbəti finalçının adına aydınlıq gələcək. Stuttgart və Freiburg komandaları arasında qalib tərəf Kubokun finalında Bavariyaya rəqib olacaq. Meydan sahibləri Bundesligada 30 oyunda 56 xal toplayaraq 4-cü pillədə qərarlaşıb. Freiburg isə 43 xalla 7-ci pillədə yer alır. Stuttgartın son 5 rəsmi oyunda 2 qələbə, 3 məğlubiyyət və 11 qolu var. Yüksəlişdə olan Freiburg isə keçirdiyi son 4 maçın hamısında qələbə qazanıb və 9 qol vurub. Komandalar arasında mövsüm ərzində keçirilən çempionat oyunlarında Freiburgun 3-1, Stuttgartın isə 1-0 hesablı qələbələri qeydə alınıb. Bugünkü görüşün kifayət qədər gərgin keçəcəyini nəzərə alsaq, hər iki tərəfin qol vuracağı kifayət qədər real görünür. Türkiyə Kubokunun 4-də 1 final mərhələsində 11 qat çempion Beşiktaş doğma azərkeşlərin önündə Alanyaspor ilə qarşılaşacaq. Fenerbahçe və Qalatasarayın da yarışla vidalaşmasından sonra Beşiktaş Kuboka daha istəkli görünür. Tək oyunluq mərhələdə keçiriləcək bu görüş hər iki komanda üçün yarı finala gedən yolda həlledici əhəmiyyət daşıyır. Qara Qartallar qrup mərhələsini inamla keçərək lider kimi növbəti raunda yüksəlib. Alanyaspor isə daha çətin qrupdan çıxaraq 4-də 1 finala vəsqə qazanıb. Ümumi güc balansı və meydan amilini nəzərə alsaq, bu qarşılaşmada Beşiktaş klubu üstün tərəf kimi görünür. Eyni zamanda oyun tempinin yüksək keçəcəyi və ən azı 2 qolun vurulacaq ehtimalı da kifayət qədər yüksəkdir. Bugünlük bu qədər. Sizə isə bir sualımız var. Avrokuboklarda Azərbaycan klubları heyətində bir mövsüm ərzində ən çox qol vurmuş futbolçu kimdir? Bugünlük bu qədər. İdmanla qalın, sağlam qalın.